Xoş gördük əziz dinləyicilər. Biz Rusiyanın nə qədər mənfur, nə qədər başqa millətlərə qarşı qəddar, hətta öz millətinə qarşı amansız olduğunu dönəm-dönəm danışmışıq. Müharibə başlayandan bu tərəfə mən həmişə çıxışlarımda da bildirmişəm ki, ehtiyatlı olmaq lazımdır. Çünki Rusiya şovinistdir, Rusiya qəddardır, Rusiya insan tanımayan bir millətdir. Məhz bu günlərdə Yekaterinburq şəhərində AMON-un iki Azərbaycanlı qardaşı amansızlıqla, işgəncə ilə öldürüldüyü məsələsi, problemi yayıldı və bu problemi yayan da əslində qalsa qardaşları Seyfəddin Hüseynovdur. Seyfəddin Hüseynov bunu APA-ya məlumat olaraq bildirib. Yəni görün Azərbaycanlıların vəziyyəti nə qədər ağırlaşıb. Bu günləri 4 il müharibə getməsinə rəğmən yenə də insanlar Rusiyaya işləməyə gedir. Çünki əlacsızdır. Rusiya nə qədər qəddar, nə qədər şovinist, nə qədər insanlarımızı orada güc ilə müharibəyə çəkib aparıb. Güc ilə Rusiya Ukrayna müharibəsində öldürüb. Güc ilə bilmədən bəzi insanları cahilcəsinə yığıb aparıb, bəziləri qorxudaraq aparıb. Çünki biz bunun Çeçenistanda da şahid olduq. İki Azərbaycanlı vura-vura aparmışdılar ki, sonradan xəbər oldu və xilas edildilər. Yəni Rusiyanın vəziyyəti ağırlaşdıqca o bütün millətlərə və miqrantlara qarşı ağına bozuna baxmadan hamısını məhv edəcək. Rus şovinizminin başı bu cür işləyir. Yəni mən ölürəmsə, mən dalarım, sən birinci ölməlisən. Onu o hər bir millətə qul kimi baxır. O Azərbaycanlıya da, hər kəsə, bütün MDB ölkələrində yaşayan millətlərə qul kimi baxır. Və yalan deyil ki, illərdir deyirlər, siz kvazi dövlətsiniz, siz millət deyilsiniz. Bizi özlərinin qulu kimi baxırlar və qul kimi də yanaşırlar. Amma bizdə bunu bizə ən çox narahat edən və ağırdan məsələ ondan ibarətdir ki, nə qədər Rusiyada ağır vəziyyət olsa belə, yenə də Azərbaycandan yaxşıdır. Yenə də insanlarımız orada çörək qazanmağa gedirlər. Ölüm pəncəsində çörək qazanmağa gedirlər. İşgəncələrə rəğmən çörək qazanmağa gedirlər. Qara olmalarına rəğmən çörək qazanmağa gedirlər. Onlara nifrət edildiyinə rəğmən onlar ora pul qazanmağa, çörək qazanmağa gedirlər. Məsələn, mən dünənləri bu barədə məlumat verdim ki, Azərbaycanda nəhayət iş yerləri açılmalıdır. İnsanların vəziyyəti ağırdır. İnsanlar niyə getməlidir bugün müharibə aparan bir ölkəyə? Niyə ona nifrət edən ölkəyə miqrasiya etməlidirlər və orada 2-5 manat çörək pulu qazanmaq üçün orada işləməlidirlər? Ona görə bu barədə biz ciddi fikirləşməliyik. Azərbaycanda sosial vəziyyət həddindən artıq ağırdır. Regionların inkişafı proqramı demək olar ki, yoxdur. Və o proqram da bir vaxt vardı və milyardlar getdi, bilmədiyi nə oldu. Bu artıq bir zəngdir, bu artıq bir domokl qılıncıdır. Sosial problemlər Azərbaycan xalqının başında domokl qılıncıdır. Azərbaycan regionları boşalıb, çünki iş yerləri yoxdur. Və insanlar bir tikə çörək pulu qazanmaq üçün Rusiyaya gedirlər. Bunu narahat olmaq lazımdır, bu barədə düşünmək lazımdır. Çünki Rusiyadan da qaçan insanlar hara gedəcəklər? Bu günləri deyirlər ki, Azərbaycan xalqı artır. Azərbaycan xalqı necə arta bilər? Hər il biz bu yalan bir statistika ilə 10 milyon 600 minə çatmışıq. Necə ola bilər bu? 2011-ci ildən 2024-cü ilə qədər 76 min doğum azalıb. Yaxşı, doğum azalıbsa bu artan kimdir? Bugün Azərbaycanda 75% insanların bir uşağı var. Bir uşaq artım deyil, 2 uşaq belə artım deyil. Yəni bu artım nəyə lazımdır yalan statistikalarla? Güya milləti artıranda nə olur? Güya inkişafdan artırır. Güya biz bilmirik nədir vəziyyət. Yəni ona görə bu barədə düşünmək lazımdır. Bu barədə narahat olmaq lazımdır. Bugün Azərbaycanda bəlkə 7 milyon insan olmaya. Çarəsizlikdəndir, aclıqdandır, sosial fəlakət həqiqətən artıq qapıları döyür və cənablar nəhayət ayılın, cənablar nəhayət ayılın. Ayılın, çünki bu insanlar işləməlidir, bu insanlar çörək qazanmalıdır və təhlükəli yerlərə getməməlidirlər. Heç olmasa öz ölkələrində 5 manat çörək pulu qazana bilməlidirlər. Təşəkkür edirəm diqqətinizə görə.